Salam. 11-ci sinif riyaziyyat buraxılış imtahanına uyğun sınaq nömrə 2-ni işləyirik. Vaxt itirmədən birinci sualdan başlayaq baxaq. Birinci sualda deməli deyir ki, n-in neçə natural qiymətində n kvadratı üstəgələk 9n plus 18 bölünsün n kvadratı plus 3n kəsirin qiyməti natural ədəddir. Təbii ki, biz burada yanaşmaya görə sürəti parçalamalıyıq. Elə eləməliyik ki, sürətdə n olmasın da. Bəs bunu necə edək? Yanaşmaya görə sürəti vuruqlarına ayırsam əgər, bir qədər daha sadə görsənər. N yuxarıdakı ədədlər hansı ədəddir? Məsələn, n kvadrat üstəgələk 9, n üstəgələk 18. Kvadrat tənlik kimi yanaşsaq, hasili 18 cəmi -9. Hansı ədədlərdir uşaqlar? -6 ilə -6 və -3. Buna əsasən vuruqlarını ayırsaq, n plus 6, n çıxaq, n plus 3 olacaq vuruqları. Aşağıdakında da n atıram çölə, n vuraq, n plus 3 qalır. Burada n plus 3'ləri ixtisar edirik. Son olaraq n plus 6 bölək n qalır. İndi sadələşdikdən sonra sürətdən n-i atmaq üçün ayrı-ayrı kəsirlər şəklində parçalayırdıq. Məxrəci n olan. Bu da 1 üstəgələk 6 bölək n qalır. Buna əsasən də kəsirin qiyməti deyir ki, n-in neçə natural qiymətindən natural olar. Təbii ki, n-in yerinə 6-nın bölənlərini yazacaq. Özdə nə cür bölənlərin? Natural bölənlərin. 6-nın da bölənləri 1, 2, 3, bir də 6-nın özü. Neçə dənə qiymətdə? 4 dənə qiymətdə. Düzgün cavab C variantı olacaq. Növbəti ikinci suala baxaq. İkinci sualda baxırıq ki, 1 üstəgələk 2-də 1 vurulsun 1 üstəgələk 3-də 1 vurulsun nöqtə, yəni 1 üstəgələk 4-də 1 bu şəkildə gedəcək. Axırıncı vuraq 1 üstəgələk n-də 1 vurulsun 1 üstəgələk 1 bölək n plus 1. Buna əsasən kəsirlər, daha doğrusu mötərizələrin içərisini ayıraraq yanaşsaq, birinci mötərizənin içərisi eləyəcək 2-də 3, ikinci mötərizənin içərisi hesablasaq eləyəcək 3-də 4, üçüncünkü eləyəcək 4-də 5. Vurulsun bu şəkildə, bax növbəti nə gələcək? Elə ki, 1 üstəgələk 4-də 1 nə deməkdir? 4-ü 1-ə vurur, üstünə 1 gəlmədik, 4-də 5 elədi. Yəni, hər bir mötərizənin içərisini hesablayanda sürət məxrəcdən bir vahid böyük olacaq. Yəni, növbəti olacaq 5-də 6. Bu şəkildə gedəcək. Vurulsun. Son 2 dənəni də nəzərə alsaq. N-də n plus 1. Vurulsun. N plus 1-də n plus 2 olacaq. Yəni, sürət məxrəcdən bir vahid böyük olur. Buna əsasən, birincinin sürəti ikincinin məxrəci ilə, sonra ikincinin sürəti o birisinin məxrəci ilə bu cür islahlar gedəndən, ixtisarlar gedəndən sonra buradakı n-də, bax bu n, özündən qabaqki ilə gedəcək. Yəni, sonuç olaraq sürətdə n plus 2 qalacaq, məxrəcdə də 2. Yəni, düzgün cavab D variantı olacaq. Növbəti uşaqlar, 3-cü suala baxaq. Növbəti bir sadə bir sual. Bu cür yanaşmanı diqqətlə fikir verin. Çünki bu tiplər adətən düşür. Bax, A bölək 3 bərabərdir B bölək 2-yə. O da bərabərdir C bölək neçəyə? 5-ə. A plus 3B üstəgələk 6C isə bərabərdir 156 olarsa, deyir A-nı tap. Uşaqlar, bunu yadda saxlayın ki, məxrəclə, bu kəsirlər bərabərdir. Məxrəclər hansı nisbətdədirsə, sürətlərdə həmən nisbətdə olacaq. 3 bölək 2 bölək 5 nisbətinə əsasən A-nın qiymətini 3x götürəcəm, B-nin qiymətini 2x götürəcəm, C-nin qiymətini də 5x götürəcəm. Və cəmdə nəzərə alsaq 3x, üstəgələk 3 vuraq 2x, üstəgələk 6 vuraq 5x, bərabərdir 156-ya. 3x üstəgələk 6x, üstəgələk 30x bərabərdir 156. Burada isə eləyəcək 39x bərabərdir 156-ya. X də bərabərdir 4-ə. X-in də qiymətinin 4 olduğunu bildik. İndi məndən A-nı soruşur. A-ya da biz nə demişdik uşaqlar? 3x.
3'ü vururam 4'e, bu da eləyəcək 12. Yəni düzgün cavab B variantı olacaq. Növbəti keçirik 4-cü suala. 4-cü sualda deyir aşağıdakılardan neçəsi irrasionaldır? Uşaqlar, bax bu sualda, 4-cü sualda bax birinci fikir versək, kök bax diqqətlə fikir verək. Kök 36-dan 6 çıxır, 25-dən 5 çıxır, toplayanda eləyəcək 11. Yəni burada rasional ədəddir də. Yəni 1 irrasional deyil, 1 getdi. 2. Kök altı 2 plus 1'in kvadratı. Uşaqlar, bax bunu bir mənalı olaraq yadda saxlayın. Bax kök altı 2 plus 1'ə mötərizə kvadrat kimi açılış versək, birincinin kvadratı 2. Hasillərin 2 misli 2 kök altı 2 eləyəcək. Üstə gələk 1. Bu cəmdəki toplananlardan biri irrasional ədəd olduğu üçün 2 də cəm də bütövlükdə irrasional olacaq. Yəni bir dənəsi nağdı, irrasional oldu. Sonra 3-cü suala baxsaq, bunları birbaşa cavabını yazıram. Bir kökün altında 20 bölək 5 kimi yazarıq. O da kök altda 4 eləyir. 4'dən də 2 çıxır. Bu da rasionaldır. Bunu da saya bilmərik. Bayaq dediyim yanaşmaya görə, bax, müxtəsər vurma düsturu kimi açılanda 4-cüdə də yenə hasilin 2 mislində cəmdə irrasionallıq yaranır deyə 4 də irrasional olur. 5-cini baxsaq, 5-ci də müxtəsər vurma düsturu kimi bir dəfə çıxaq B, bir dəfə A plus B'dir. Kök altda 5 çıxaq 3, kök altda 5 üstə gələk 3. Bunu da müxtəsər kimi açsaq, kök altda 5'in kvadratı çıxaq kök altda 3'ün kvadratı. Bu da bərabərdir 5 çıxaq 3, eləyir cavab 2. Bu da rasional ədəddir. Ona görə 5 də getdi. Deməli, irrasional eləyən 2 ilə neçəymiş? 4. Yəni düzgün cavab B variantı olacaq. 2-dən. Sonra 5-ci. 5-ci sualda deyir 155 dərəcəli bucağın tərəfləri arasından keçən şua onu dərəcə ölçülərinin fərqi 25 olan iki bucağa ayırır. Böyük bucağın qiymətini tapın. Deməli, bir dənə kör bucaq çəkirik. Kör bucaq çəkirəm. Deyir ki, hər hansı bu bir dənə şua keçir həmin bucaqdan, bu 155 dərəcəli bucaqdan. Onu ölçüləri fərqi 25 olan 2 dənə bucağa ayırır. Yəni fərqi 25-dirsə, yəni biri digərindən 25 vaid böyükdür. Kiçiyə x deyirəm, böyüyə x plus 25 deyirəm ki, fərq 25 eləsin. İndi bunların cəmi də ümumilikdə neçəyə bərabərdir? 155'ə. X üstə gələ x plus 25 bərabərdir neçəyə? 155'ə. Buradan 2x bərabərdir 130'a. 155'dən 25'in çıxdı. X də bərabərdir 65'ə. İndi böyük bucağın qiymətini soruşur. Bunun biri 65 oldu. Digəri də 65'in üstünə 25 gələcək. Eləyəcək 90. Deməli, böyük bucağı soruşur yaranın. O da A variantı olur. Növbəti 6-cı suala baxaq. 6-cı sualda deyir A'nın hansı qiymətində 2x üstü 5 çıxılsın 3x'in kubu üstə gələk 11x'in kvadratı çıxaq 2 üstə gələk A. Çoxhəllisinin 2x plus 2 həllisinə bölünməsindən alınan qalıq 3'dür. A'nın hansı qiymətində 2x plus 2 həllisinin, daha doğrusu verilmiş çoxhəllinin x plus 2 həllisinə bölünməsindən alınan qalıq 3'dür. Nə mənada? Burada çox gözəl bir sualdır. Yəni bu tip imtahanda düşə bilər. Maraqlı bir sualdır. Bax, burada verilmiş bax bu çoxhəllidə 3 elə bir ki qalığım qalır da. Deməli 3 artıqdır. Deməli bu çoxhəllidən mən əgər qalıq bax burada 3 olduğu üçün x plus 2'yə böləndə 3'ü çıxsam alınan çoxhəlli nə olacaq? 2x üstü 5 çıxaq 3x'in kubu üstə gələk 11x'in kvadratı çıxaq 2 üstə gələk A çıxaq 3. Artıq qalıq 3 qalır daxı. Qalıq 3 qalmasın deyə qalığı çıxıram. Qalığı çıxıram ki bu ədəd x plus 2'yə tam şəkildə nə varsın? Bölünsün. İndi çoxhəllidə belə bir şey var ki, yəni əgər bu x plus 2'yə bölünürsə, deməli vuruqlarından biri çoxhəllinin x plus 2'dir. X plus 2'ni sıfıra çevirən qiymət nədir? X bərabərdir -2.
Deməli bunun kökü x neçə olur? Mənfi 2. Deməli aparıb bu 3 çıxandan sonra demir x plus 2-yə tam bölünür. Yəni qalıq 3-3 çıxandan sonra tam bölünəcək axı. Deməli a çıxaq 3 yazdıqdan sonra mənfi 2-ni aparıb aldığım çoxhəllidə yerinə qoyanda o da 0 olmalıdır. Çünki bu yaxları 3-ə böləndə verdiyi şərtdə qalıq 3 idi. 3-ü çıxdım. Deməli x plus 2-yə tam bölünəcək. X plus 2-ni də 0-a çevirən qiymət verilmiş çoxhəllini də 0-a çevirəcək. Yəni 3 çıxdıqdan sonra. Aparıb yerinə qoyuram. 2 vuraq. Mənfi 3 üstü 5. Çıxılsın. Mənfi 3 üstü deyəndə ki, daha doğrusu kökümü neçə tapmışam uşaqlar? Mənfi 2. 2 vuraq mənfi 2 üstü 5. Çıxılsın 3 vuraq mənfi 2-nin kubu. Üstə gələk 11 vuraq mənfi 2-nin kvadratı. Çıx mənfi 2. Üstə gələk a çıxılsın 3. Bərabərdir 0-a. Mənfi 2 üstü 5 eləyəcək mənfi 32. 2-yə də vuranda eləyəcək mənfi 64. Sonra 2-nin kubu, mənfi 2-nin kubu mənfi 8 eləyir. Mənfi 3-ü də vuranda müsbət 24 eləyəcək. Üstə gələk. Mənfi 2-nin kvadratı 4 eləyir. 4-ü 11-ə vuranda 44 eləyir. Üstə gələk 2, üstə gələk a çıxılsın 3 bərabərdir 0-a. Şuralar burada hesablasaq. A üstə gələk 3 qalır bərabərdir 0-a. A da buradan bərabərdir mənfi 3-ə. Düzgün cavab C variantı olacaq. Növbəti baxaq 7-ci suala. 7-ci sualda deyir ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilmiş hündürlük hipotenuzu 4 və 9 sm olmaqla 2 hissəyə bölür. Bu üçbucağın kiçik katetini tapın. Uşaqlar, sadəcə olaraq burada bir dənə düzbucaqlı üçbucağı çək. Lap tutaq ki, düstur yadından çıxıb bilmirsən necə yanaşasan. Verilən şərtə uyğun düzbucaqlı üçbucağın hündürlük çəkilibdir hipotenuza. Deməli bu düzbucağı at yuxarıya. Sonra hipotenuza bir dənə hündürlük çək. Böldüyü hissələrin, həmin hündürlüyün böldüyü hissələrin birinə 4-dir, birinə də neçə deyirəm? 9. İndi mənə deyir ki, bu üçbucağın kiçik katetini tapın. İndi bu 4 ilə 9 var ha. Bunlar katetlərin proyeksiyasıdır. Bu zaman katetin birinə A, birinə B deyirəm. Kiçik katetin proyeksiyası kiçik olar, böyük katetin də proyeksiyası böyük olar. Düstura əsasən bu 4-ün elə bir parçasını M deyirəm, 9-un da parçasına N deyirəm. Düstur nətərdir? Katetin kvadratı bərabərdir N vurulsun N plus N. Proyeksiyanı vurduq hipotenuza ümumilikdə. Yəni katetin kvadratı ona bərabər idi. İndi kiçik kateti soruşduğu üçün indi A-nın kvadratı bərabərdir 4 vuraq 4 plus 9-a. Bu da A kvadratı bərabərdir 4 vuraq neçə eləyəcək? 13. İndi kök alsam 4-dən 2 çıxacaq, amma 13-dən kök çıxmayacaq. 2 kök altdan neçə qalacaq? 13. Yəni düzgün cavab C variantı olar. Növbəti daha bir asan sual. Kök altda 192 çıxılsın kök altda 108. Üstə gələk kök altda 243 bölünsün 3. İndi elə yazmalıyıq ki, bunları belə deyəm, eyni dərəcədən olsa da arada toplama çıxma olduğu üçün bir kökün altında yaza bilmərik. Ona görə də kök altda 192-ni elə iki ədədin hansı kimi göstərək ki, 192 eləsin. 64 vuraq 3 kimi yazaq. Çıxaq. Kök altda 108 isə 49 vuraq. Yox. 36 vuraq 3 kimi yazaq. Kök altda 243 isə 81 vuraq 3 kimi yazaq. Bu zaman 64-dən 8 çıxır. 8 kök altda 3. 36-dan 6 çıxır. 6 kök altda 3. Üstə gələk. Bu 81-dən neçə çıxacaq? 9. 9 kök altda 3 eləyir. 9-u da 3-ə bölən neçə düşür? 3. 3 kök altda 3. Bu da 8-dən 6-sını çıxıram. 2 dənə kök altda 3. Üstünə də 3 gəlirəm. 5 dənə kök altda 3 eləyir.
Elə bir kök adlı üç bir dəyişən kimi də onun qarşısındakı ədədə görə hesablayırıq. Düzgün cavab E variantı olacaq. Növbəti 9-cu suala baxaq. Ana deyir 38 yaşında olarkən qızı 6 yaşında idi. Qəşəng ana qız məsələsidir, yaş məsələsidir. Ana 38 yaşında olanda qız 6 yaşında idi. Ananın yaşı qızının yaşının 5 mislinə bərabər olanda qız neçə yaşında olar? Ananın yaşı qızın yaşının 5 mislinə bərabər olanda qızı neçə yaşında olar? Tutaq ki, bir neçə ildən sonra ananın yaşı, bilmirəm axı il neçədir. 38 plus x yazıram. Bu zaman qızın da yaşı 6 plus x olacaq. Eyni qədər yaşları artacaq. Ana 38 plus x, qız isə 6 plus x olacaq. Və bu zaman deyir ki, ana qızının yaşının 5 mislinə bərabər olur. Yəni 38 plus x bərabərdir 5 vurulsun 6 plus x-ə. Yəni qızın yaşını 5-ə vursam ananın yaşına çatacaq. İndi burada tənliyi qurdum. 38 plus x bərabərdir 30 plus 5x-ə. 4 dəyişənlər bir tərəfə, sərbəst ədədlər bir tərəfə. O 4x bərabərdir 8-ə, x də bərabərdir 2-yə. Deməli neçə ildən sonra? 2 ildən sonra. İndi deyir 2 ildən sonra, yəni qızın neçə yaşında olar da. O da 6-nın üstünə 2 gəlirəm. Qızın yaşı olacaq 8, ananın da yaşı olacaq 40. Qızın yaşını soruşduğu üçün 8-i götürürəm. A variantı. Sonra növbəti 10-cu suala baxıram. 10-cu sualda deyir, çevrə daxilinə çəkilmiş üçbucağın bir bucağı 120 dərəcədir. Çevrə daxilinə çəkilmiş üçbucağın bir bucağı 120 dərəcə. Bu bucaq qarşısındakı tərəf isə 12 santimetrdir. Çevrənin diametrini tapın. Deməli, bir dənə çevrə çəkirik. Bu çevrəni çəkdikdən sonra uşaqlar, bunun daxilində bir dənə kör bucaqlı üçbucaq çəkirəm. Deyir, çevrə daxilinə çəkilmiş üçbucağın bir bucağı 120 dərəcədir. Bir dənə kör bucaqlı üçbucağımızı çəkdik. Buraya 120 dərəcəni qeyd edirəm. Deyir, bu bucaq qarşısındakı tərəf isə 12 santimetrdir. Yəni bu tərəf 12 santimetrdir. Deyir, çevrənin diametrini tapın. Uşaqlar, bax, bunu çevrəyə də görə uzun-uzadı çəkib yazmaq olar. Amma sinuslar teoremi var ki, sinuslar teoreminə görə daha rahat şəkildə çıxır. Sinuslar teoremində nə deyir? Bax, tərəf bölünsün qarşısındakı bucağın sinusu, sinus alfa, bərabərdir digər tərəf bölünsün onun qarşısındakı bucağın sinusu. Yəni 3 tərəf var, 3 üçündə də sinus qamma və bunların hər biri də nisbətlərdə bərabərdir xaricinə çəkilmiş çevrənin radiusunun 2 mislinə. Bax, bu sinuslar teoremin əgər mən bilsəm, daha rahat şəkildə çıxacaq. Çünki bunu isbat eləyib vaxt itirməkdənsə düsturla gedib birbaşa yazmaq daha rahatdır. Çünki bu düsturun indi yada düşmək prinsipi var. Baxıram ki, bucaq var, bir də bucağın qabağındakı tərəf. Mən də xaricə çəkilmiş çevrənin radiusunu soruşur. Deməli, burada sinuslar teoremi yadıma düşməlidir də. Bununla bağlı, məsələn, bucaq qarşısındakı tərəfə görə hansı teorem ola bilər? Əlbəttə ki, sinuslar teoremi. İndi buna görə də 12 bölünsün sinus 120 dərəcə bərabərdir 2 yerə. Burada 12 bölək. Sinus 120 dərəcədə 180-də tamamlayan neçədir? 60. 60-da neçə alır? Kök altda 3 bölək 2. İndi bunu əsasən də bərabərdir 2 yerə. Hər tərəfi uşaqlar 2-yə bölsəm burada qalacaq 6. R də bərabərdir. Təzədən bu məxrəcsindəki 2 də sürətə qaydanda 6-nı 2-yə vururam, eləyir 12. 12 bölək kök altda 3. Məxrəci də irrasionallıqdan azad eləsək kök altda 3-ə vuraram sürət və məxrəci. O da 12 kök altda 3 bölünsün 3. O da eləyəcək 4 kök altda 3. Yəni düzgün cavab A variantı olacaq. Əslində qaydanı biləndən sonra nə qədər də rahat bir sual olduğu aydın şəkildə görsənir. Növbəti 11-ci suala baxıram. Deyir, təhlillər sistemini həll edin. 4x üstə gələk 2y bərabərdir 3-ə.
2x plus y də bərabərdir 4-ə. Deyir, tənlər sistemini həll et. İndi ya x-ləri eyniləşdirməliyik, ya da ki, y-ləri. Gəlin baxaq. Burada uşaqlar, həll etmədən mən görürəm ki, bu sistem tənliyin həlli yoxdur. Niyə? Bax, A1 bölək A2 x-lərin əmsallarının nisbəti bərabərdir y-lərin əmsalının nisbəti nə? Fərqlidir sərbəst ədlərin nisbətindən. Bu halda tənlər sisteminin həlli olmurdu. Yəni, bunun həlli boş çoxluğu olurdu. İndi burada baxıram, 4-ü 2-yə bölürəm, 2 düşür. 2-ni 1-ə bölürəm, 2 düşür. 3-ü 4-ə bölürəm, fərqli olur da. Deməli, buna əsasən sistem tənliyin həlli yoxdur. İndi cavab D variantı götürürük. Amma ki, indi bu ağlına gəlməyib. Tutaq ki, deyirsən, sistem bu ağlıma gəlmədi. Bu sistemi nə cür həll edeyim? Yaxşı, sən dediyin prinsipə görə 4x üstə gələ 2y bərabərdir 3. Aşağını 2-yə vursam, 4x üstə gələ 2y bərabərdir 8 olacaq. Bunları tərəf-tərəfə topladım, çıxdım, fərqi yoxdur. Bax, 4x plus 2y bir dəfə 3-ə, bir dəfə də 8-ə bərabər ola bilər. Əlbəttə ki, yox. Bu sistemin də həllinin olmadığı buradan da görsənir də. Tərəf-tərəfə çıxanda x-lər də gedir, y-lər də gedir. Yəni, mümkün deyil. Ona görə tənlər sisteminin həlli yoxdur. Yəni, həll eləmək mümkün olmur. Növbəti 12-ci suala baxıram. x çıxaq 2-nin kvadratı vurulsun 5x çıxaq x-in kvadratı böyük bərabərdir 0-dan. Hər bir müəllimin öz qayda qanunu var. Mən işimi rahat olsun deyə öyrətdiyim daha bir rahat bir yol var. Həmişə müsbət olan kökü atıram. X çıxaq 2-nin kvadratı bunu atıram. Çünki bu həmişə nə cür ədəddir? Müsbət ədəddir. Lakin nəzərə almalıyam ki, sıfıra çevrilə bilir də, bərabərsizlik 0 ala bilir deyə x çıxıq 2-ni 0-a bərabər götürüb atıram. X də burada bərabərdir 2-yə. Və bunu sonda nəzərə alacam. Sonda nəzərə al. Əgər həllin içində olmasa, həllə əlavə etməli olacam. Həllin içində olanda ehtiyac yoxdur. Yəni, həmişə müsbət olan kökü atırıq. Çünki bunun bərabərsizliyə təsiri yoxdur. Lakin 0-ı ala bilir deyə 0 olduğu qiyməti götürürük. Ala bilməsəydi 0-dan fərqli götürüb atardıq. Və sonuçda qalan 5x çıxılsın x-in kvadratı böyük bərabərdir 0-dan qalır. Demişəm, çalış ki, x kvadratın qabağı da müsbət olsun. Hər tərəf vururam mənfiyə. X kvadratı çıxaq 5x. Mənfiyə vuranda işarə dəyişəcək. Vuruqlarını ayırıq. X vuraq, x çıxılsın 5. Kiçik bərabərdir 0-dan. Kökün biri 0, biri də 5 çıxır. Növbəti 0-ı da 5-i də almaq şərti ilə qeyd edirik. Müsbət, mənfi, müsbət. İndi burada harada 0-dan kiçikdir? 0, 5 parsasında. İndi 0,5 parsasında 0-dan kiçik olacaq və həmçində 0 ola bilər. İndi baxıram ki, x bərabərdir 2 həlli də bunun içərisində var deyə əlavə eləməyə ehtiyac yoxdur. Ona görə düzgün variant elə A variantı olar. Bir də bax, burada dediyim prinsiplərdən biri çalışqınan ki, soldan sağa doğru köklərin sayı 2-dən olanda, yəni cüt sayda olanda müsbətdən başlayasan deyə x kvadratın qabağı müsbət eləməyə çalış. Ona görə mənfiyə vurduq. Bu qədər rahat. Növbəti baxaq 13-cü suala. 13-cü sualda deyir, ədədi silsilənin 9-cu həddi ilə 4-cü həddinin fərqi 25 olarsa silsilə fərqini tapın. Çox rahatdır da. Deyir də elə 9-cu həddi A9 çıxılsın 4-cü həddi A4 bərabərdir 25-ə. Deyir, silsilə fərqini tapın. Bax, elə silsilə fərqini tapanda A9-dan A4-ü çıxıb böləcəyik indekslərin fərqini. Yəni 9 çıxaq 4-ə. Burada da A9 çıxaq 4-ü 25 verib. Böləcəm 5-ə, düşəcək 5. Yəni düzgün cavab A variantı olacaq. Növbəti 14-cü suala baxıram. Diaqonallarının sayı 14 olan qabarıq çoxbucaqlının bir təpəsindən çıxan diaqonalların sayını tap. Diaqonalların sayı hansı düsturla tapılır? N vuraq, N çıxılsın 3 bölək 2 düsturu. Bu düstura əsasən bərabər eləyirəm 14-ə. İndi burada
E'nin kvadratı çıxaq 3-yə çarpaz vursaq 2-nin 14-ə 28. Kvadrat tənli yalındır. Bərabərliyin bir tərəfini 0 eləməliyik. Çıx 28 bərabərdir 0-a. Bu da kökləri asili -28 cəmi müsbət 3. 7 və -4 olacaq kökləri. 7 və bir də neçə? -4. İndi tərəf mənfi ola bilməz sayı. Neçə götürəcək? 7-ni. İndi burada bunun 7 dənə tərəf var imiş. İndi bir təpədən çıxan diagonalların sayı da n çıxaq 3 düsturuna əsasən 7-dən 3-ü çıxacam, qalacaq 4. Yəni düzgün cavab 4 olur. Bu tərəflərin sayıdır. 7-dən 3-ün çıxanda 4 qalır. O da bir təpədən çıxan diagonalların sayı olur. Yəni düzgün cavab D variantı. Daha doğrusu 4. D variantı nə idi? Növbəti burada 15-ci suala baxırıq. Yan tərəfləri 10 cm, oturacağı çəkilmiş hündürlüyü 6 cm olan bərabər yanlış bucağın sayəsini tapın. Yan tərəfi 10. Bu bərabər yanlı düzbucaqlı üçbucaqlı. Düzbucaqlı da demir. Deyir, bərabər yanlı üçbucaq verilib. Yan tərəflər 10-dur. Oturacağı çəkilmiş hündürlüyü də 6-dır. Biz burada bilməliyik ki, bax indi hündürlüyü verib də, tərəfi bilməsəm onun sayəsini tapmaq olmaz axı. Hündürlük 6-dır və bu həm hündürlükdür, həm mediandır, həm tənböləndir. Çünki bu bərabər yanlış bucaqdır. Onda bura bir x deyirəm. Burada düzbucaqlı üçbucaq yaranır. Düzbucaqlı üçbucaq əsasən Pifaqor teoremindən istifadə etsə x-in kvadratı üstə gələ 6-ın kvadratı bərabərdir 10-un kvadratına. X 8 çıxacaq. X 8-dirsə, onda bunun oturacağı 16 olar. Və sahə düsturuna əsasən üçbucağın 2-də 1, tərəf vurulsun hündürlük. İndi 2-də 1, tərəf neçədir? 16. Çəkilmiş hündürlükdə 6. 2 ilə 6-nı ixtisar eləyir 3. 16-nı da 3-ə vuranda 48. Sahə eləyəcək 48. Bu qədər rahat. Növbəti 16-cı suala baxıram. F(x) bərabərdir 2x-in kvadratı çıxılsın x. Deyir funksiyası üçün f4 çıxılsın f2 fərqini tapın. Uşaqlar, burada nə var ki? Bir dəfə 4 qoy yerinə hesabla, bir dəfə də 2 qoy. Funksiyanın, yəni f(x) o deməkdir ki, x-in yerinə qoyduğun qiyməti funksiyadır. Yəni 2x-in kvadratı çıxı x-də x-in yerinə qoyub hesablamalısan. İndi f4-ü hesablasaq, 2 vuraq 4-ün kvadratı çıxaq 4. 4-ün kvadratı 16. 16-nı 2-yə vurduğumuz zaman 32. 32-dən də 4-ün çıxanda 28. F2-ni hesablayaq. 2 vuraq 2-nin kvadratı çıxaq 2. Bu da eləyəcək 6. İndi məndən də onların aldığı qiymətlərin fərqini soruşur. 28-dən də 6-sını çıxacaq, qalacaq 22. Yəni düzgün cavab 22 olacaq. Növbəti 17-ci suala baxıram. Y bərabərdir 2 sinus 3x çıxaq 2-də 1 funksiyasının ən böyük qiymətini tapın. Bu funksiyanın ən böyük qiyməti bu 3x-dən falan asılı deyil. Əsas sinusun özüdür. Bax, bu sinus var ha. İlla 10x olsun, 20x olsun. Mötərizədə illa bax burada 20x üstə gələk 91 dərəcə olsun. Bunun fərqi yoxdur. Əsas sinusun özündən gedir ki, bütövlükdə. Sinus funksiyası ən böyük 1 alır, ən kiçik də -1 alır. Əgər sinusun kvadratı olsaydı və yaxud da kosinusun kvadratı olsaydı, ən böyüyü 1 götürəcəkdik, ən kiçiyi 0 götürəcəyik. Çünki kvadratın əks qiyməti 0 eləyir. Burası burada sadə sinus funksiyasıdır. Sinusun da ən böyük qiyməti 1, ən kiçik qiyməti isə -1-dir. İndi burada ən böyük qiymətini soruşduğuna görə 2-ni sinusun yerinə 1 yazacağım. 2-ni 1-ə vurub çıxacağım 2-də 1-in. Buna əsasən də 2 çıxaq 2-də 1. Bu da onluq kəsirinin ifadə eləsə 2 çıxaq 0,5. O da nə deməkdir? 1,5. Yəni düzgün cavab eləyəcək 1,5. Funksiyanın ən böyük qiyməti 1,5. Ən kiçiyini soruşsaydı -1 qoyub hesablayardıq. Növbəti 18-ci suala baxırıq. 18-ci sualda 3 sinus kvadratı x üstə gələk 4 sinus x
çıx 7 bərabərdir 0. Tənliyinin deyir ki, 0 180 parçasında aralığındakı həllinin dərəcə ölçüsünü tapın. Uşaqlar, birinci növbədə bu tiplərdə adi kvadrat tənlik kimi yanaşmağa görə gözünüz rahat olsun deyə sinus x-ə bir t deyirəm. Bu zaman 3t'nin kvadratı üstə gələk 4t çıxaq 7 bərabərdir 0. Burada diskriminantla da köklərini tapa bilərik. Vuruqları ayırmaqla da. Diskriminantla vaxt itirdiyim üçün, onsa diskriminantla hamı kökünü tapa bilir də, adi normal kvadrat tənliyin həlli kimi. Gəlin bir fərqli yol vuruqları ayırmaqdan istifadə edək. Mən bunu 3t'nin kvadratı üstə gələk, daha doğrusu çıx 3t üstə gələk 7t. Toplanların yerini dəyişəndə cəm dəyişmir onsuz da. Mənfi 3t üstə gələk 7t kimi parçalayıram. Çünki 7-dən 3-ün çıxıb 4 alacaq, müsbət 4. Məqsədim də vuruqları ayırmağa görədir. Yəni 4t'nin yerinə mənfi 3t üstə gələk 7t yazdım. Çünki bu zaman bu şəkildə parçalayanda vuruqları ayırı biləcəyik. Birincidən 3t'ni atıram çölə, qalır t çıxılsın 1. Digərindən isə 7'ni atıram çölə, qalır t çıxaq 1 bərabərdir 0-a. Burada t çıxaq 1-i mötərizə xaricində çıxardırıq. 3t üstə gələk 7 qalır, bərabərdir 0. T'nin kökünün biri 1, biri də ki 3'də, mənfi 3'də 7 olacaq. Yəni ayrı-ayrı 0-a bərabər edirlər. Bu da mənfi 2 tam 3'də 1 deməkdir. İndi nəzərə alıram sinus x bir dəfə bərabər, t demişəm axı, bərabər götürəcəm 1-ə, əvəz etmədə nəzərə alıram. Bir dəfə də sinus x bərabərdir mənfi 2 tam 3'də 1-ə. Sinus x-in ən kiçik qiyməti mənfi 1-dir. Nətər mənfi 2 tam 3'də 1 ola bilər? Ona görə bu həll boş çoxluqdur. Bu həlli heç araşdırmağa ehtiyac yoxdur. Sinus x bərabərdir 1 qalır ki, bu da xüsusi haldır. Sinus 1-i harda alır? 90 dərəcədə. X bərabərdir pi bölə 2 xüsusi halda olduğu üçün, yəni üstə gələk 2 pi qayla hesablayırıq. Bunu da biz dərəcə kimi ifadə eləsək, x bərabərdir 90 üstə gələk 360k. Yəni 360 qədər dövr eləyəcək də. İndi mənə də deyir ki, bunun 0-180 arasında həllinin dərəcə ölçüsünü tapın. 0-180 dərəcə arasında bir dənə k-nın yerinə 0 qoyanda elə cavab 90 düşür də. 2 qoyanda, 1 qoyanda 360 üstünə 90 gəlirəm. Bu da eləyir 450, o parçaya düşmür. Bircə dənə k-nın yerinə 0 qoyanda ilk aldığı bucaq, yəni 90 dərəcə ilə bunun həlli olur bu parçada. Cavab olur 90. Növbəti 19-a baxıram. 19-cu sualda deyir ki, iki oxşar üçbucağın perimetrlərinin fərqi 40-dır. P1 çıxaq P2 bərabərdir 40. Dediyin yazıram. Bax, üçbucağın birinə P1 dedim, perimetrinə, digərinə də P2. Medianlarının nisbəti 5-3 kimidir. Üçbucağın böyüyünün perimetrini tapın. Uşaqlar, çox gözəl bir sınaqdır da. Yəni, buraxılışda yazmaq istəyən hər bir uşaq bu sınaqları işləməlidir ki, yüksək nəticə əldə eləsin. Çox gözəl, təkrar edici və inkişaf elətdirici bir sınaqlardır. Xoşum gəlir özümündə. Yəni, görürsən ki, yəni, buraxılış tipli əsl suallardır. İçində həm çətin, həm asan, həm orta səviyyəli əhatə eləyir. İndi nə yadıma salmalıyam? Oxşar üçbucaqlarda tərəflərin nisbətidir. A1 bölək A2, B1 bölək B2, C1 bölək C2, həmçinin medianların nisbətidir, perimetrlərin nisbətidir. Hamısı bərabərdir. Hamısı bir oxşarlıq əmsalı k-yə bərabərdir. Amma sahələrin nisbəti oxşarlıq əmsalının kvadratına bərabərdir. İndi burada da deyir medianların nisbəti 5-3 kimidir. Medianların nisbəti 5-3 kimidirsə, M1 bölək M2 5 bölək 3-dürsə, elə buradan çıxır ki, P1 bölək P2-də perimetrlərin nisbətdə 5-in 3-ə nisbət olacaq. Deməli, perimetrin elə birin yerinə 5x, digərin yerinə isə 3x yaza bilərəm. 5x çıxar 3x bərabərdir 40-a, 2x bərabərdir 40, x bərabərdir 20.
Məndən də böyüyünün perimetrini soruşur. 5x demişik də ona da. 5-i də vururam 20-yə eləyəcək 100. Bu qədər rahat. Növbəti 20-ci suala baxıram. 20-ci sualda deyir Z kompleks ədədinin modulu 13 olarsa, yəni modulda Z bərabərdir 13 olarsa, Z vuraq modulda qoşması üstə gələk i üstü 2010. Deyir ifadəsinin qiymətini tapın. Uşaqlar, bu düsturu bilsəm daha rahat olar. Bax, kompleks ədəd və qoşmasının hasili Z vuraq onun modulunun elə kvadratına bərabərdir. Modulunun nə ilə bərabər olur? Kvadratına. Yəni, bunu isbat edə bilərik, amma vaxt itirməyə ehtiyac yoxdur da. Yəni, Z vuraq onun qoşması bərabərdir modulunun kvadratına. Bax, bu qaydanı bil. İndi deməli, mən burada elə Z vuraq Z-in qoşmasının yerinə modulda Z-in kvadratı yaza bilərəm. i2 üstü 2010'u da i kvadratın birlikçi mənfi 1'ə bərabərdir. i kvadratı üstü 1005 kimi yaza bilərik. İndi burada 13'ün kvadratı yazaram yerinə, modul 13 özü verib. i kvadratın da yerinə mənfi 1 yazıram. Mənfi 1 üstü 1005 169 tek qüvvət olduğu üçün 1005. Bu deyilir mənfi 1 cavabım. Bu da 169'dan birini çıxıram, cavab qalır 168. Yəni düzgün cavab olur 168. Çox rahat sual idi. Sonra 21-ci suala baxıram. Həcmi 720 kub santimetr. Perpendikulyar kəsiyin sahəsi 120 olan mail prizmanın yan tilini tapın. Qaydaya əsasən perpendikulyar kəsiyin sahəsi S perpendikulyar kəsiyin sahəsi vurulsun yan til bərabərdir ilə həcminə. Yəni buna əsasən də deyə bilərik ki, uşaqlar, həcmi 720'də öldü. Yəni burada 120 vurulsun L bərabərdir 720'yə. L də bərabərdir ilə 6 çıxacaq. Rahat sual idi. Növbəti 22-ci suala baxaq. Uşaqlar, 22-ci sual buraxışda limit düşmür. Blok üçündür bu sual, amma yenə də yaza bilərik də. Yəni bloka hazırlaşanlar üçün çox əlverişli bir sualdır. En yaxınlaşır sonsuzluğa. Birbaşa sürəti və məxrəci n-ə bölürəm. Sürəti və məxrəci n-ə böləndə kökün altına salanda n-in kvadratı kimi girəcək. Bu zaman 4 n-in kvadratı bölək n-in kvadratı çıxılsın 3n bölək n-in kvadratı. Üstə gələk 1 bölünsün n. Məxrəcdə də 5n bölək n çıxar 2 bölək n. Sürət və məxrəci n-ə bölürəm. Burası kökün altına girəndə n-in kvadratı kimi girir. Bu n-in kvadratları gedir burada, burada n-lər gedir. Burada uşaqlar birbaşa məxrəcdə n qalır deyə sonsuzluq bu məxrəc sıfıra gedir, bu da sıfıra gedir, bu da həmçinin sıfıra gedir. Sürətdə qalır. Daha doğrusu limit. Sürətdə kök altda 4 qalır, ondan 2 çıxır, aşağıda da 5. Yəni cavab edir 5'də 2. Bu da nə deməkdir uşaqlar? 0,4. Bu qədər rahat. Sonra 23-cü suala baxaq. 23-cü sualda deyir 4 üstü loqaritma 0,2 əsasdan 5 üstə gələk. Loqaritma daha doğrusu üstə gələk 1 bölək loqaritma 4 əsasdan 5 üstə gələk loqaritma 2 əsasdan 5 bölünsün loqaritma 4 əsasdan 625. Bu sürəti hesablayasaq, sürəti bax 4'ün qüvvətini hesablayaq loqaritmik ifadəni. 4'ü onda qüvvətini tapmış olaraq ki hesablaya bilərik. Loqaritma 0,2'nin yerinə 5'də 1 yazmaq olar.
O da 5 üstü -1 bərabərdir 5-ə. Üstə gələk. Loqaritma 4 ilə bax kəsirdən qutarsaq, kəsirdən 4 ilə 5-in yerini dəyişsək, olur loqaritma 5 əsasından 4. Loqaritma 5 əsasından 4. Kəsirdən qutarıq da. Əgər 4 ilə 5-in yerini dəyişiriksə, məxrəcdədirsə sürətə qalxır. Sürətdədirsə, yəni kəsir yoxdursa məxrəcə düşür. Üstə gələk. Loqaritma 2 əsasdan 5 olduğu kimi qalır. İndi 625 ilə 4-ün yerini dəyişmək istəyirəm. Vur loqaritma 625 əsasa düşür. 4 də yuxarıya qalxır. Burada uşaqlar. Deməli loqaritma 5 əsasdan 5 üstü -1. -1-i qarşıya atıram. -1 loqaritma 5 əsasdan 5. Üstə gələk loqaritma 5 əsasdan 4. Olduğu kimi qalsın. Burada uşaqlar, əgər mən bunu 5 əsasdan 4 idi də, yerini dəyişirəmsə, bu 4 əsasdan 5 olacaq da. Bunu çaşmaq lazım deyil. Nəyə diqqət edək? Bu da 4 əsasdan 5. Üstə gələk. Loqaritma 2 əsasdan 5 vurulsun. 4 uşaqlar 2-nin nə idi? Kvadratı. 2-nin kvadratındakı qüvvətdəki 2 qarşıya gəlir. 625 5 üstü 4 deməkdir. Burada da 4 məxrəcə gəlir. Vuraq qalır loqaritma 5 əsasından 2. Burada da loqaritma 5 əsasından 2 ilə loqaritma 2 əsasından 5 bir-birin ixtisar aparır. Qaydaya əsasən. Sonda loqaritma burada -1 loqaritma 5 əsasdan 5 nə deməkdir uşaqlar? 1. Yəni -1 üstə gələk loqaritma 4 əsasdan 5. Üstə gələk 4-də 2 də nə deməkdir uşaqlar? 0,5. Bu da bərabərdir. -0,5. Üstə gələk loqaritma 4 əsasdan 5. Sadələşdirdik. İndi 4-ün qüvvətində bunu nəzərə alsaq, 4 üstü -0,5. Üstə gələk loqaritma 4 əsasdan 5. Toplamadır. 4 üstü -0,5 vurulsun. 4 üstü loqaritma 4 əsasdan 5 yaza bilərik. İndi 4'ü 2'nin kvadrat kimi yazsaq, 2'nin kvadratı vuraq üstü 0,5 vurulsun. Burada qaydaya əsasən 4 ilə 5'in yerini dəyişə bilərik. 5 üstü loqaritma 4 əsasdan 4. Qüvvətin qüvvəti olanda qüvvətlər vurulur. 2 üstü -1 vurulsun. 5 üstü 1 qalır. 2 üstü -1 2-də 1 deməkdir elə. Vurulsun 5. Cavab eləyəcək 2,5. Bu qədər rahat. Növbəti uşaqlar 24-cü suala baxıram. 24-cü sualda konusun həcmi 32 pi kub santimetr və oturacağının radiusu 4'ə bərabərdir. Konusun hündürlüyünü tapın. Təbii ki, uşaqlar, biz bilirik ki, konusun həcmi düsturunu bilməliyik. 3/1 pi r kvadratı h-dır. Buna əsasən də 3/1 pi vurulsun 4'ün kvadratı vurulsun hündürlük bərabərdir 32 pi'yə. Hər tərəfdən pi'lər gedir. 4'ün kvadratı 16 eləyir. 16 ilə də 32 gedir. Qalır 2. Yəni h bölə 3 bərabərdir 2 qalır. Buradan da h bərabərdir 6'ya. Yəni hündürlük 6 çıxır. Rahat idi. Növbəti sonuncu 25-ci suala baxırıq. Günün yağışlı olması ehtimalı 0,72'dir. Yağışsız olması ehtimalı neçə olar? Uşaqlar, biz bilməliyik ki, hadisənin
ola bilməsi ehtimalı ilə ola bilməməsi ehtimalının cəmi 1-ə bərabərdir. Yəni bir hadisənin ola bilməsi ehtimalı 0,72-dirsə yağış yağmağı, ola bilməməsi də 1-dən 0,72-nin çıxmaqla tapılacaq. Yəni 1-dən də 0,72-sin çıxanda qalır 0,28. Yəni ola bilməməsi ehtimalı 0,28 edir. Suallar bu qədər. Uğurlar arzulayıram. Yenə də sualların davamı gələcək. Sınaqlarımızı mütləq şəkildə işləyin. Hər bir kəsə uğurlar arzulayıram. Sağ olun. Abunə olmağı da unutmayın.